30 illik işğaldan sonra azad edilmiş, bugün yenidən qurulan və tamamilə dəyişmiş şəhər. Strateji coğrafi mövqeyinə görə fərqlənən Zəngilan təkcə Şərqi Zəngəzurun deyil, bütövlükdə regionun qovşağına çevrilməkdədir. Gəlin görək, Zəngilanda görülən son təmir bərpa işləri nə yerdədir? Şəhərin birinci yaşayış məhəlləsi ərazisindəki binalarda tikinti işlərinin 80% yekunlaşıb. Zəngilanın mərkəzində yerləşən ilk yaşayış məhəlləsi 2 hektar ərazini əhatə edir ki, burada da 12 binanın tikintisində son tamamlama işləri həyata keçirilir. Birinci yaşayış məhəlləsində 12 bina nəzərdə tutulubdur. Bu 12 binadan 8 bina demək 2 mərtəbəli mənzillərdən ibarət olacaq. Qalan 4 binada standart tipli mənzillər olacaq. 2, 3, 4, 5 otaqlı mənzillər. Burada 104 mənzil olacaq və mənzillər 2 və 3 mərtəbəli binalarda olacaq. Ailə tərkibinə uyğun olaraq gələcək sakinlərinə veriləcək evlərin qaba və fasad işləri yekunlaşıb. Ərazidə sahə daxili kommunikasiya işləri və daxili bəzək işləri davam edir. Bura İçəri Müşlan kəndidir. Baxın, görün, nə gözəl. Buralarda lalələrə baxın. Bax, belə mən Laçında bir dənə gördüm bu cür lalə. Oradan mən gəldim, çerez batdı, oralarda da yoxdur. Görünür, toxumu yoxdur da orada. Qubast ərazisindən də gəldim, bizim ərazidə də bircə dənə burada görürəm laləni. Başqa yerlərdə yoxdur. Adama ləzzət edir. Oradan sağ olun. Əziz kəfçilər, çaya baxın. Bu çayın belə olduğunu heç görməmişdim mən. Çay elə bir göylə gəlir. O qədər yağıb ki, day demək, baxın görün o qıraqlarla da su gəlir. O civirliyin içi ilə, zadı ilə. Ay maşallah. Sel de sel. Oradan o qədər yağıb ki, kəndə də. Tay, təsəvvür elə ki, hara əyağını qoyursan, zırbatda. Olsun.